Salam dəyərli izləyicilərim. Bugün sizə romanıda, yəni bu hissəyə yeni roman deyirlər də əzizlərim. Yerini dəqiq sizə deyim. Komsomolsk Kruqdan gələndə, o daşlı yol var, bax həmin iki yerdən, Texnikomun yanından. Üzü 214 gedən yolla Romaniya sarı gedəndə 90 nömrəli məktəbə çatmamış. Yolun sağ tərəfində 10 sot torpağın içində yerləşən yeri əzizlərim obyekt yeridir. Yəni baba bu zaboru baba buradan açsan, baba bu tərəfi hamısını obyekt eləyə bilərsən. Yeri tam obyekt yeri. Ümumi 10 sot torpağın içində yerləşən 2 mərtəbəli 8 otaqlı, üstü də mansar. Əzizlərim, gördüyünüz kimi həyətdə bisetkası. Bax 2 dənə burada da qaraj var, bu tərəfdə də. Evin sağına, soluna fırlanmağa yeri. Bax burada qarajı, görürsünüz nə boyut, nə qəşəng bahalı darvazası. Həyət tamam gül çiçəyindən əhatə olunub əzizlərim. Evimizdə 8 otaq, birinci mərtəbəsinə giriş buradandır. Bax bu isə bir də ikinci mərtəbəsi də bu tərəfdə. Birinci mərtəbəsində evdə yaşayanları yığmışam ora. Ona görə də keçən indi ikinci mərtəbədən çəkəyim. Əzizlərim, necə ki ikinci mərtəbədədir, elə də birinci mərtəbədədir. Gedəyin evimizlə sizi tanış edeyim. Bura ikinci mərtəbəmizin giriş hissəsidir əzizlərim. Bura qonaq otağıdır. Burada belə bir yataq otağımız var. Burada belə bir uşaq otağımız. Burada yenə belə bir yataq otağımız var. Burada yenə belə bir qonaq otağımız. Bura mətbəx. Əzizlərim, ikinci mərtəbədə 4 yataq otağı, bir dənə də qonaq otağı. Ümumi 5 otaq ikinci mərtəbədə. Bax, burada gördüyünüz kimi mən sizə dedim ki, evimiz obyekt yeridir. Bax, görürsünüz, burada düz magistralın üstü. Baxın. Burada bilirsiniz ki, əzizlərim, torpağın sotu çox bahadır. Yəni, elə 10 sot torpağın qiymətinə verir. Qiyməti 365.000 manatdır. Əzizlərim, sənəti də köhnə sərəncamdır. Yəni, tam kupçuya gedən sənətdir. Burada yeni ədəb yolu. Əzizlərim, necə ki ikinci mərtəbəni gördünüz, elə də birinci mərtəbədə çox gözəl. Tam 2 ailə yaşayacaq evdə əzizlərim. Kim alsa Allah xeyrini versin.